Bir paylaşım ilə həm izləyici artımı, həm etibar, həm də satış mümkündür bu form ilə. İzləyiciyə konkret fayda təqdim et. Məsələn, Instagram hekayələrində aktivliyi artırmaq üçün 3 sual tipi, relis baxışlarını artıran 2 əsas amil, niyə vacibdir, izləyici sənin niyə izləməli olduğunu görür. Real nəticələr paylaş, insanlara sübut lazımdır. Məsələn, bu metodu tətbiq etdik, nəticə 2 həftəyə 300% baxış artımı. Müştərim bu kontent strukturu ilə ilk satışını etdi. Niyə vacibdir? İnsan inandığı ilə işləmək istəyir. İzləyicini hərəkətə gətir, algoritm bunu sevir. Məsələn, bu paylaşımı saxla ki, lazım olanda istifadə edə biləsən. Rəydə hazıram yaz, sənə əlavə ipucu göndərim. Daha çoxu üçün izləməyə davam et. Dəyər, etibar, çağırış, bərabərli güclü paylaşım. İndi sən də bu formulu paylaşımında sına. Sən bu üçlüdən hansını daha çox istifadə edirsən? Rəydə yaz.